Herkese salam, kanalıma ve yeni vloga hoş geldiniz. Nihayet uzun müddetten sonra artık nəsə bir şeyler paylaşabildim. Hava o kadar istedi ki insan hiçbir şey çekip paylaşmak istəmir. Gəlmişdim Zeyda mağazasına. Burada aksesuarlara 50% indirim var idi. Mən də belə bir boyunbağı aldım. İndi göstereceğim sizə. O mağazada mən bunu aldım. 50% indirimlə 12 manat idi. Mən 6 manata aldım 50% indirimlə. Xoşuma gəldi. Qəşəng də durur boğazda. Belə yayda falan belə qəşəng taxmaq olar. Qara paltarla, ağ paltarla və ya baxın burada da barbudo rəngdə var. Yaxşı gedəcəkdir düşünürəm və bunu mən istifadə edəcəm. Artıq taxmışam çölə. Gözəl də görsənir. Bəlkə də bir gün nə vaxtsa kombin eləyərəm və sizə göstərərəm necə görsənirsə bu oyunda. Növbəti gündən hər kəsə salam. Bu arada qeyd edeyim, bu vloqum biraz qarışıq olacaqdı. Oradan buradan hava o qədər istedi ki, çəkiliş etmək istəmirəm. Ona görə belə qarışıq alındı. Gəlmişdim 8 bazarına ki, belə molding alım. Bəyəndiklərim oldu əslində. Birinci məsələn bunu bəyəndim. O da ki, bir neçəsi çatışmadı deyə onun başını buraxdıq. Sonra bunu bəyəndik. Bunların isə demək olar ki, əksər hamısı sınıq idi. Ona görə day almadım. Temudan sifariş etdim. İrəlilərdə göstərəcəm onu sizə. Bura sərdim. Elə bil ki, burada daha qəşəng görsəndi. Fikirləşdim ki, heç bunu mən kəsməyim. Heyfim gəlir. Keyfiyyətli bir şeydir. Yay üçün də əladır. Həm də bu rəngi də fikir verirsiniz, gözəldir. Ekranda görsəndiyindən bir balaca tündür. Baxın, harca baxın belə bir rəngdir. Məncə bu qəşəngdir. Heyfim gəlir bunu kəsib civanın üstünə sərməyə. Civanın üstünə bir başqa bir şey fikirləşərəm. Siz də yazarsınız necədir, qəşəngdirmi? Bura sərdiklimdir. Götürdüm ki, bunu ataram, yuyaram. Day bunu sərərəm bura. Sonra burada ütülənəsi paltarlarım var. Sonra bir də Temudan aldığım bu da çox qəşəngdir. Bunu da lap belə bura ata bilərəm. Bir dənə atım göstərim. Və belə çox qəşəng oldu amma. Qalsın bu. Kəsmək istəmirəm. Civanın üstünə başqa bir şey alaram. Bunu isə götürüm atım yumağa. Bu da növbəti günlərdən biridir. Sizcə mən nə etmişəm? Başım bekar idim. Gördüm ki, ev istidir. Zalda oturduğumuz yerdə dəhşət istidir və düşündüm ki, bura bir dənə qəşəng ventilyator nə gedər? Və dedim bir dənə girim baxım görüm Lalafoda nə var. Elə bunu yazan kimi bir dənə cəmi-cümüsü bu gəldi və mən dedim ki, yox, mən bunu almalıyam. Zəng elədim bu xanıma. Xanım dedi ki, bəli, durur, satmayıbdı. Elə həmin günüsü də getdik bunu aldıq. Çox xoşuma gəldi. Həm retro stili idi, həm də o qədər gözəldi. Buradakı olan lüstru apardıq qızımın otağına astıq. Qızımın otağındakı lüstru isə uşaqların, əkizlərin otağına apardıq astıq. Oralarda daha qəşəng görsəndə, həm də əkizlərin otağında lüstru yox idi deyə ora taxdıq. Nədənsə mən bu retro stil əşyaları çox sevirəm. Ona görə fikirləşdim ki, elə lüstrda retro stildə olsa daha qəşəng olar. İndi bilmirəm, sizlər bəyəndinizmi? Mütləq rəylərdə yazın. Yəni mən bunu burada saxlayacağam düzdür həmişə. Yəni siz də öz fikirlərinizi mütləq yazın. Görün nə gözəl durdu burada. Çox qəşəng yaraşdı da, belə interyerə də çox xoşuma gəldi. Deməli biz bunu bir xanımdan aldıq. Köhnə modeldir, lap köhnələrdəndir. Yəni yeni çıxanlardan deyil. Yeni demək olar ki, heç elə də satışda yoxdur, görməmişəm mən heç. 65 manata verdi bizə. Elana Lalafodan baxdım da. 75 manataydı, amma biz getdik. Bir dənə plafonu yoxdu, sınmışdı deyə yox idi də. Ona görə bizə 10 manat indirim elədi və 65 manata aldıq. Usta gəldi, özü quraşdırdı bunu və dedi ki, bunlar lap köhnələrdəndir. Bunların motoru da güclü olur indiklərə nisbətən. Gördüm, bəyəndim və aldım. İndi burada boş divar var. Burada da yəqin ki demişəm, yəqin ki baxırsınız o videolara. Bunu demişdim, qızım çəkibdi. Və dedim, burada birini eynən bu ölçüdə ya da bundan biraz böyüyünü belə alaram. Burada qəşəng bir dənə başqa bir rəsm fikirləşmişik. Onu dedim çəkər bura sarıq. Ona görə bura belə boş. Amma görün nə gözəl durdu. Və gəlirik əsas məsələyə, buna baxın. Yəni belə göstərim sizə. Baxın belə bir şeydir. Qızım deyir ki, burada qəşəngdir, amma orada xoşuma gəlmədi. Belə qəşəngdir. Bir də burada da belə uzun şey gedəcək də, yəni bu divarda belə. Belə. Bu da növbəti günlərin birindəndir. Burada isə kabromu dəyişirəm. Uzun müddətdir ki, bu kabrodaydım. Bu dəfə isə dedim belə güllü çiçəkli bir şey taxım. Və taxıb gedirəm mağazinə. Biraz dedim bazarlıq falan eləyim, belə nə bilim nələrsə alım, qayıdım gəlim evə. Gəldim rahat marketdə bir şey lazım idi onları almağa. Bir də bunu götürmək istəyirəm. Bu mən artıq illərdir istifadə edirəm bunun. Çox qəşəng bir penkadır. Qəşəng üzü dərindən təmizləyir. Bunu istifadə edəndən demək olar ki, misillər su falan bu kimi şeylərdən istifadə eləmirəm. Sadəcə bununla təmizləyirəm səhər bir də axşam. Bir dənə toxunuşla həqiqətən də ən yəni ki, suya dayanıqlı olan meykapı belə kişi dərindən təmizləyir. Çox gözəldir. Tövsiyə edirəm. Bunu mən iki izləyicim 100% almışdı bundan və geri dönüş eləmişlər ki, həqiqətən də çox yaxşıdır. Ona görə tövsiyə edirəm. Belarusiya markasıdır. Vitex. Qiyməti isə 10 manat 88 qəpik alacaq. Bir-iki şeylər götürdüm və dedim ən sevdiyimiz Bakılı qız olan bu kakaolu dondurmasını götürdüm. Biz hər zaman mağazaya gələndə mütləq ki bu dondurmanı götürürük. Nəsə hər zaman bundan alıram. Ən çox sevdiyim elə dondurma budur. Evdə də hamı bunu bəyənir.
Bu da bilmirəm növbəti günü idi yoxsa həmin marojna aldığımız günün axşamı idimi, yadımdan çıxdı artıq. Nəysə yol gedirdik və yoldaşım dedi ki, gəl sənə belə bir gül alım. Bu güllər qəşəngdir. Sadəcə mən təbii güllər belə sevmirəm güldanda. Tez xarab olur, həm də heyfim gəlir onlara verirəm pula. Ondan sonra gedərəm nəsə başqa bir faydalı bir şey alaram. Səhəri gündən hər kəsə salam. Gəlmişdim Dekalivə ki, bir qrafin alam, amma ki dəst şəklində satılırdı deyənə almamış, qayıtdım evə. Qayğıdalını çox sevirəm, ona görə yolda gedərkən bir dayı satırdı. Dedim alaq ondan. Bir hadisi bir 10 dənəsini belə falan götürdük və təsəvvür edin bir gün o qutardı, yedik bunu. Çox dadlı idi. Növbəti günlərdən yenə də salamlar. Biz gedirik hara? Bəli, uzun müddətdən sonra nəhayət ki, mənim yoldaşım məni harasa dəvət elədi ki, gediyor birlikdə oturaq. Nə vaxt getmirik heç bir yerdə oturmağa. Ona görə fikirləşdik ki, bir dəfə getmişdim, mən aparmışdım Adana kebabı yeməyə. Bu arada mən əvvəl Nərmanovda yaşamışam. Belə deyim sizə, qəşəng yerdir, amma ki, çox dili ürəyimcə deyildi. Mən öz uşaqlığım sakit şəhərdə keçirdi. Yəni Sibirdə bir dəfə çəkiliş etmişdim oradan sizə. Əgər baxmırsınızsa vloqa, baxarsınız. Orada böyümüşəm mən və o qədər sakit yer idi ki, ora. Nərmanova keçəndə isə mən o sakitçiliyi hiss eləmədim orada. Yəni çox belə qarmaqarışıq bir yerdir. Bəlkə də kiminsə xoşuna gəlməyəcəkdi bu dediyim. Sadəcə zövqlər müxtəlifdir. Mən məsəl üçün bəyənmədim oranı. Düzdür, qəşəng yerdir. Həqiqətən də hər şey var. Hər şey əlinin altındadır. Amma ki, sakitçiliyə görə mən bəyənəmədim. Amma sonra Razinə keçəndə, yəni Bakıxanova keçəndə o qədər sakitçiliyi hiss elədim ki, sanki o sakitçilik məni bürüdü və çox sevindim ki, mən Razinə köçdüm. Biz bu indiki qaldığımız evi də alanda çox fikirləşdik ki, Nərmanovdan alaq, yoxsa elə Razindən. Fikirləşdim, dedim yox, gedərəm oradan alaram, sonra peşman olaram. Çünki mən sakit yer sevirəm axı. Ona görə təzədən fikrimi Razində tutdum. Çünki bura həqiqətən də çox sakitdir. Madonu gördüm və mənim patroşkam yadıma düşdü. Nərmanovda Mətanət. Onunla biz tez-tez görüşürdük. Elə bil ki, bizim uşaqlarımız bir sinifdə oxuyurdular. Mənim qızım Mətanətin də oğlu və o vaxtdan biz patroşka olmuşduq. Hal-hazırda məni izləyirsə burada Mətişə çoxlu salamlarımı göndərirəm. İnşallah bir gün nə vaxtsa boş vaxtım olsa gələcəm səninlə görüşməyə Nərmanova. Çünki özüm də istəyirəm ki, biraz uşaqlar dedim böyüsün. Ondan sonra artıq gələrəm və şəhərdə bol-bol görüşərik, gəzişərik oralarda. Biz isə nəhayət ki, demək olar ki, çatdıq artıq. Sən demə restoranın adı Qoçat imiş. Hətta burada da fikir verərsiniz, görsənir adı. Bilirəm indi soruşacaqsınız ki, bəlkizləri tək qoyub çıxmışıq çölə axşam vaxtı. Əslində mənim 14 yaşında qızım var, hansı ki mən evdə olmayanda o rahat qəşəng baxır. Və demək olar ki, əkizlər ən çox da elə mənim qızımla daha çox yol gedirlər. Yəni onunla oynayırlar, eləyirlər deyənə. Mən də rahat belə harasa getmək lazım olanda mağazaya qızıma etibar eləyib gedirəm. İlk öncə gəldik Qoçata, amma ki burada təəssüflər olsun ki, axşam olduğuna görə biraz gec gəldik. Adana kebabı qurtarmışdı, ona görə ünvanımızı dəyişdik. Biraz burada oturduq, eləcə baxdıq ki, görə bəlkə başqa bir şey olar, sifariş eləyib yeyərik, amma ki gördük ki, yox elə ürəyimiz yenə də Adana kebabı istəyir. Daha doğrusu mənimki, yoldaşım İskəndər istəyirdi. İskəndər var idi, amma Adana olmadığına görə biz ünvanı dəyişdik, getdik Böyük Fırat. Baxın o restorana getdik. O da elə demək olar ki, Qoçatın yanındaydı. Böyük Fıratda isə mən Adana kebabı sifariş etdim, yoldaşım isə İskəndər sifariş etdi. Qəşəng məkandı, gözəl, sakit məkandı. Yəni belə xoş gəldi. Yoldaşım da elə deyirdi ki, elə bura daha yaxşıdır, elə o bir yerdən. Deyəcəksiniz nə qədər növbəti gün deyir. Bu da növbəti gündən bir çəkiliş idi. Belə az-az çəkilişlər eləyirdim, sonra belə birləşdirdim. İnanın ki, həvəsim yoxdur bu istidə nə video çəkmək, nə paylaşmaq. Gəldik bu dənizə, bilmirəm adı nə idi, bura hara idi, vəbşi yadımdan çıxdı. Belə bir dəniz tapdıq. Biz ki araşdırma aparırıq da yoldaşımla görə hansı dəniz qəşəngdir, sakitdir və təmizdir. Əsas məsələ ki, əkizləri gətirək, belə qumda falan otursunlar, oynasınlar. Buranı tapdıq. Belə axşam vaxtı gəldik düzdür, amma dedim ki, yoldaşıma bəlkə biz elə gündüz gələrdik, baxardıq görək həm də necə də torpağı falan, biraz suyu falan. Nəysə qərarlaşdıq ki, elə uşaqları bura gətirərik, amma bir dəfə özümüz reviziya eləyəcək gəlib gündüz vaxtı. Bəli əzizlərim, bu da növbəti gündə axşamı getdik lahmacunu yeməyə. Nədənsə yenə bekar idik. Bilmirəm hardan gəlirdik, dedi elə yolda orada düşək. Salam Brodu deyəsən buranın adı. Lahmacun yeməyə gəlmişdik və bir də bu obyektə baxdım, yadıma nə düşdü. Mən illər öncə arzu eləyirdim ki, mənim də belə bir kafeteriyam olacaqdı. Mütləq orada kofedir, çaydır, şirniyyatlardır, belə bir şeylər. Nəsə belə bir məkan arzusundaydım. İnşallah ki, bəlkə nə vaxtsa gerçək olar. Görək də, nə bilim, çoxdandır ki, bunu mən arzu eləyirdim. Nəysə, biz lahmacunumuzu yedik və sonra əlavə pizza da sifariş etdik ki, aparaq qızım da yesin. Evə gələr gəlməz elə qızım yedik, həqiqətən də dadlı idi. Məkanın adı isə Salam Brod.
Bəli, yağışlar başlayandan elə bil ki, yay deyil. Əslində elə bu hava yaxşıdır. Mən heç yayı sevmirəm. Əsasən də isti yayı qətiyyən sevmirəm. Mənim fəsillərim payız və qışdır və çox istəyirəm ki, tez bir zamanda payız gəlsin, sonra da qış gəlsin. Payızı yağışına görə, hava sərin olduğuna görə sevirəm. Yəni ümumiyyətlə soyuq havayı çox sevirəm. Qışı isə qarlı qışı sevirəm. Bol-bol qar olsun, qəşəng şaxta olsun, maroz olsun. Nəsə mən bu havaları daha çox sevirəm. Yağışlı havada gitmişdik Starex'e ki, mənim sifarişimi götürüm. Həm Starex'dən sifarişimi götürməyə, həm də elə belə havaya baxmaq istədim. Çox sevirəm bu havanı. Nəysə getdik ki, Starex bağlı idi və sonra yoldaşıma dedim ki, bəs Google-dan izlədim ki, açıldı Starex. Sən gəl oradan götür, gətir mənə təhvil ver. Yağışlı havada bir də çölə çıxmaq istəmədim. Nəysə bunu mən çox gözləyirdim. Səhəri günü bazar günü olacaqdı və ora işləməyəcəkdi. Ona görə tez bazar dedim ki, yoldaşım götürsün, gətirsin. Baxın bunu sifariş etdim. Belə bir gözəllikdir. Çox xoşuma gəldi. Aşağıda bunun linkini qoyacağam. Kim istəsə sifariş eləyə bilər. Çünki həqiqətən də o qədər gözəldir ki, mən bunu aptek qabı kimi istifadə etdim. Mağazaya getmişdim, pomidor aldım, kök aldım, bir də biberlər aldım. Dedim qoyaram deməli dondurucuya. Tez aldığım dondurucu. Bu arada mən ona buzdolabı demişəm, amma əslində o sən demə buzluğuymuş adı. Mən bilməmişəm amma ona görə buzdolabı dedim. Bunları aldım. Biraz şey bişirəcəm. Burada da hətta qoymuşam biraz ət çıxartmışdım. Bunu bişirəcəm buğlama. Biraz yarısını da götürüb elə bir ki, buzluğa qoymaq istəyirəm ki, yeməklərdə, suplarda falan istifadə etməyə. Pomidoru da buzluğa qoyacağam, həll eləyib ki, yeməklərə qatmaq üçün. Bir də kök uşaqların supuna falan belə qatmağa xoşlayıram, elə dedim əlimin altında. Belə istifadə etməkdənsə düşünürəm buzdolabında saxlayıb oradan götürüb az istifadə etmək daha yaxşıdır.